Ucar rayonu Vidadi küçəsi ev 29-u, baxın. Şampunlu suyu tökürəm ora. Sayğac hələ indi qazlar zəif verilib yəqin ki. Sayğac öz başına yazır. Bu bəlkə də aydan çoxdur ki, bu formada öz başına yazırmış. Allah bilir, aylardır, buna baxan yoxdur. İndi mən keçən həftə İcra Hakimiyyətində bizim də maraqlanan əməkdaşa məlumat vermişəm bu haqda. Qaz dairəsinin müdürünə məlumat verib, video çəkiş eləyib atmışam. Qaz dairəsinə gedirəm, heç kimi tapmıram. Bərpa xidməti gəlib bunu bərpa eləmir. Bu sayğac aylardır mənim adıma yazılır. Gedək sizə göstərim ki, evdə də yanlı qaz yoxdur. Buradan heç biri yanlı deyil. Burada yanlı deyil, gördüyünüz kimi. Bu da yanlı deyil. Buradan qazı açıq aydın hiss olunur. Buradan qaz part-apart bırakır. Bunu təsadüfən mən əmim görüb, yağış yağan vaxtı ki, buradan nəsə köpüklənir. Su dəyir, buradan elə belə diqqət edib qapının ağzında olanda. Görüb ki, əməlli başlı qaz bırakır buradan. İndi digər çəkişlərdə var, qazın yüksək verilən vaxtı sayğacın fırlaması.